əsl üzünü ortaya çıxardan bəzi insanlar var. Birini misal çəkim sizə, sadəcə birini. Dünən yorumda gördüm ki, yazıb ki, əşi, cəmaat da ki, bilmir neynəsinə, Zeydin üzünü nə vaxt göstərəcəksiniz, Zeydin üzünü nə vaxt göstərəcəksiniz, neyinirsiniz bunun uşağının qotur sifətini. Bax, buna görə göstərmirəm, bax, bu sözə görə, bax, bu şeyə görə. Mən sizin o xoş, belə deyim də, mənim göz nəfsdən qorxduğumu hamı bilir. Amma sizin o maşallah yazıb gözəl sözlərinizdən və yaxud da o gözəl baxan gözlərinizdən qorxmuram. Bax, bu tipdə insanların gözlərindən qorxuram. Bax, o uşaq təzə dünyaya gəlib də, heç bir günahı yoxdur, heç kəsə pisliyi yoxdur, heç kəsən işi yoxdur. Yəni, hal-hazırda İraq. Ona bir şey olsa, o cənnət mələyi sayılır da. Yəni, bunu hamımız çox gözəl bilir. Sənlə heç bir işi olmayan, sənə heç bir pisliyi dəyməyən bir uşağa qotur sifət